Bəli, söylədiyimiz kimi səhər çağı davam edir və növbəti qonağımızla istəyirik biz 2025-ci ilə bir nəzər salaq və 2026-cı ildə Azərbaycanı, Azərbaycan ictimaiyyətini, Azərbaycan mədəniyyətini hansı uğurlar gözləyir? Bax, bu haqda fikirlərini bölüşək tamaşaçılarımızla bir yerdə. Millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq Məsələləri Komitəsinin sədr müavini, sevimli, dəyərli insan, filologiya üzrə elmlər doktoru, professor Jalə xanım Əliyeva bizimlə bərabərdir. Jalə xanım, çox xoşdur sizi bizimlə bərabər səhər görmək. Uzun müddət də sizi görmürük, amma ki ürəyimiz hər zaman sizinlə döyünür. Çünki maraqlı bir insan kimi, dövlətinə, xalqına bağlı bir insan kimi, ən çox da milli mənəviyyata, milli dəyərlərə bağlı bir insan kimi hər zaman sizin söhbətləriniz bizim üçün maraqlı olub. Bu ildə bir 25-ci ilə yekun vururuq. Sizin üçün yadda qalan nə oldu? Bayramımız mübarək olsun. Bayramlarımız qarşılıqlıdır. Hər birimizin bayramımız mübarək olsun və belə təşəkkür edirəm dəvət üçün. Ana televiziya mənim üçün doğma olan, mənim üçün bir ocaq olan televiziya və hər gəlişim əlbəttə ki, mənim üçün bayramdır və xüsusilə də belə deyim ki, yeni ilin və köhnə ilin ayrıcında görüşürük və bu fürsətdən istifadə edərək elə bu ana efir vasitəsilə milyonlarla Azərbaycanlıya, dünya Azərbaycanlısına səslənərək bayramlarını təbrik etmək istəyirəm. Və təbii ki, çox uğurlu bir il yaşadıq. Ümumiyyətlə, belə deyək ki, sadəcə 2025-ci il deyil, ötən 10 illiklərə nəzər salanda Azərbaycanımızın uğur hekayəsi hər birimizin gözləri önündə səhifələnir. Son 20-25 ilin uğur hekayəsi əlbəttə ki, Azərbaycanı ən yüksək nöqtələrə gətirib çıxardıb. Biz mümkün olmayanı mümkün etmişik. Bunu buradan bizi izləyən milyonlarla tamaşaçı bilir ki, biz nədən danışırıq. Konkret olaraq Azərbaycanımızın 30 ildən artıq işğal altında qalan torpaqlarının bundan 5 il əvvəl 44 gün ərzində böyük bir zəfərlə azad edilməsi, böyük bir şücaətlə azad edilməsi əlbəttə ki, bu tarixin, sadəcə Azərbaycan tarixinin deyil, deyərdik ki, dünya tarixinin ən parlaq bir səhifəsidir və bunu Azərbaycan yazdı, 2020-ci ildə yazdı. Və 2020-ci ildən 2025-ci ilə qədər bizi 5 illik bir məsafə ayırır və bu məsafə ərzində, bu məsafədə biz əlbəttə ki, ilk öncə qələbəmizi təmin etdik və ötən 5 ildə də quruculuq sahəsində də yeni bir qələbə əldə etdik. Yəni, biz 2 qələbəni eyni anda yaşadıq. Həm döyüş meydanında qələbə qazandıq, diplomatiyada qələbə qazandıq, sözümüzü dünyaya çatdırdıq, ev sahibliyi, söz sahibi olduq, həm də iqtisadiyyatımızı durmadan qurduq, yüksəldik. Və bugün biz 30 ildən artıq işğal altında qalan, yerlə yeksa olan torpaqlarımızı artıq tanıya bilmirik. 5 ilin ərzində elə bir quruculuq işləri gedib, elə bir canlanma, elə bir infrastruktur dəyişikliyi gedib ki, insan inana bilmir ki, yəni bunu müharibədən yeni çıxmış, 30 il münaqişə şəraitində yaşamış bir ölkə 5 il ərzində buna necə nail ola bilib, amma deməli ola bilirmiş və bunu Azərbaycan edib, bunu Azərbaycanın rəhbəri edib və bütün uğurlarımızın, bax bu deyərdim ki, deyirəm ki, bir neçə 10 illik uğur tariximizin müəllifi olan, yazarı olan ölkə prezidenti cənab İlham Əliyevin əlbəttə ki, şücaəti ilə, onun dəmir iradəsi, dəmir yumruğu ilə biz bu nailiyyətləri əldə etmişik və 2025-ci ilə vida edirik, böyük bir, belə deyim ki, qürurla vida edirik 2025-ci ilə. Ta şərqin ən uzaq qapısından, qərbin ən uzaq qapısına qədər, mən Çindən ta Amerika Birləşmiş Ştatlarını nəzərdə tuturam, hətta qərbdən də biraz o tərəfə keçirik, okeanın o biri tayına keçirik. Azərbaycanın 2025-ci ildəki bu arealdakı nüfuzunu hər birimiz gördük. Yəni, fövqəl dövlətlərin, o dövlətlərin rəhbərlərinin Azərbaycana olan münasibəti, Azərbaycanla əlaqələri qurub və inkişaf etdirməyə can atmaları, beynəlxalq təşkilatların, beynəlxalq böyük şirkətlərin Azərbaycanda durmadan iş görmək istəməsi, çalışması, sərmayə yatırmaq istəməsi, bütün bunlar bilirsinizmi, ölkənin gücündən xəbər verir.
ölkənin qüdrətindən xəbər verir, ölkənin sarsılmazlığından xəbər verir, ölkənin sabitliyindən xəbər verir. Yəni, bütün bunlar olmazsa, təbii ki, beynəlxalq maraq da olmaz ölkəmizə. Şahilə xanım, mən istərdim ki, söhbətimizi biraz başqa məcraya yönəldək. Həmkarım sizi təqdim edəndə Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri üzrə komitənin sədr müavini kimi də təqdim etdi. Təbii ki, burada da işlər həddindən artıq çoxdur. İnsanlar, təbii ki, müraciətlər, burada olan qanunlara dəyişikliklər olsun və s. Mən düşünürəm ki, biz Azərbaycanlılarda bu tamam fərqlidir. Çünki biz Azərbaycanlıların öz milli mənəvi dəyərləri və ailə, qadın, ailə institutu çox fərqlidir və müasir dünyaya, müasir sivil dünyaya adaptasiyaya bu balans mı deyim? Təbii ki, bunu siz düşünən bir komitə sədr müavini olaraq ötəsindən çox gözəl gəlirsiniz. Hansı məsələlərə toxunur? İnsanlara nə kimi kömək ediklər, nə kimi doğru, düzgün istiqamətlər? Bilirsiniz, maraqlı bir nüansa toxundunuz, adaptasiya. Biz əlbəttə ki, çalışırıq ki, müstəqil bir ölkə olaraq ənənələrimizə, qədimliyimizə, tarixi bağlarımıza, köklərimizə sadiq qalmaqla bərabər, eyni zamanda dünyanın da ən belə deyərdim ki, əhəmiyyətli texnologiyalarını, ən əhəmiyyətli məqamlarını ölkəmizə idxal edək. Çox doğru. Amma ən ali məqamları nəzərdə tuturam. Yəni, bizə lazım olmayan, deyək ki, bizə yad olan elementləri, ünsürləri əlbəttə ki, biz ölkəmizə heç bir şəkildə dırnaqarası idxaldan danışıram, idxal etmək istəmirik. Və burada əlbəttə ki, mənəviyyat məsələləri, mədəniyyətlə bağlı məsələlər ön planda gəlir. Və ailələrin bütövlüyü, ailələrin sarsılmazlığı, bütün bunlar bir cəmiyyətin inkişafı üçün çox əhəmiyyətli düşünürəm ki, amillərdir, kriteriyalardır. Bəli. Və dövlət zaten ailələrdən ibarətdir. Hər ailə də özlüyündə bir dövlətdir. Və belə anlaşılan budur ki, ailələrimiz nə qədər möhkəm olsa, nə qədər sağlam olsa, bu ailələrdə böyüyən uşaqlar nə qədər firavan, tam atalı ailələrimiz nə qədər möhkəm olsa, nə qədər sağlam olsa, bu ailələrdə böyüyən uşaqlar nə qədər firavan, tam atalı, analı, himayə ilə, qayğı ilə böyümüş olsalar, əlbəttə ki, ölkənin gələcəyinin qurucusu olan bu uşaqlar gələcəkdə də əlbəttə ki, öz sözlərini daha bariz bir şəkildə deyə biləcəklər, özlərini tanıda biləcəklər, özlərini inkişaf etdirə biləcəklər və beləliklə cəmiyyət də inkişaf etmiş olacaq. Ona görə də sadəcə mən düşünürəm ki, siz Milli Məclisin komitəsi olaraq bizə müraciət etdiniz. Sadəcə Milli Məclisin əlaqədar komitəsi deyil, ümumiyyətlə həm Azərbaycan parlamenti, həm Azərbaycan hökuməti, həm Azərbaycan dövləti, həm onun başçısı, həm Heydər Əliyev fondu, onun rəhbəri Mehriban xanım Əliyeva, biz çalışılan ölkədə belə deyim ki, sabit ailə institutunun möhkəmlənməsidir. Bu çox əhəmiyyətli bir faktordur, çox əhəmiyyətli bir məqamdır və eyni zamanda mənəviyyata, mədəniyyətə də toxunmaq istəyirəm. Buyurun. Bəli. Bilirsinizmi, bəzən hansısa deyək ki, nüanslarla qarşılaşırıq, mətbuatdan ürək ağrıdıcı məqamlarla qarşılaşırıq, çox zamanda ailələrlə bağlı. Əlaqsız sosial şəbəkə burada çox təəssüf, bəli, yeri gəlmişkən bu günlərdə bu məsələlərlə də bağlı Milli Məclisə geniş müzakirə də aparıldı və qanun da artıq qəbul edilmək üzrədir informasiyalarla bağlı. Bilirsinizmi, biz ailələrimizi qorumalıyıq. Mütləq qorumalıyıq. Belə məsələlər var ki, orada mühafizəkar olmaq lazımdır. Bu bizim dilimizdir, bu bizim etiqad etdiyimiz dinimizdir, bu bizim tariximizdir, bu bizim ədəbiyyatımızdır, coğrafiyamızdır, bu bizim torpağımızdır, böyük ana vətənimizdir, gerbimizdir, prezidentimizdir. Bütün bunlar qorunmalıdır, mühafizə edilməlidir və bu aşılanmalıdır. Ta beşiyindən bəri hər bir uşağa gözləmək lazım deyil ki, uşaq böyüyəcək, məktəbə gedəcək, kimsə ona dərs verəcək. Yox, uşaq birinci elə ana bətnindən mayalanmağa başlayır, o formalaşmağa başlayır. Bu artıq bir həqiqətdir, isbat olunmuş, deyək ki, tibb baxımından
və daha sonra da gözünü ilk açdığı ailəsində gördüyü tərbiyə, əxlaq, etika, estetika, bütün bunlarla böyüyür və böyüdükcə də hər yaş həddində də cəmiyyətə, belə deyim ki, ailəsindən aldıqlarını cəmiyyətə daşımağa başlayır və cəmiyyətdən də öyrəndiklərini, yavaş-yavaş gördüklərini bu dəfə ailəsinə gətirir. Və bu balansı qorumaq, bayaq balansdan danışdınız, çox əhəmiyyətlidir. Uşağın böyüməsində daha sonraki illərdə deyək ki, bağçanı, məktəbi, daha sonra digər tədris müəssisələrini qınamaq olmaz. Birinci ailədən. Ailə və ailənin həmin tədris müəssisələri ilə irtibatı, rabitəsi qırılmamalıdır. Müəllim, valideyn münasibətləri möhkəm olmalıdır. Jale xanım, ələxsus çox doğru buyursunuz. Ələxsus bu bayramlarda, məsələn ki, gözəl yeni ilimiz gəlir. Həm də bizim üçün, biz Azərbaycanlılar üçün 2 qat bayramdır. Dünya Azərbaycanlıların həmrəyliyi günü. Dediyiniz o ailə dəyərləri, biz biraz əvvəl bu haqda süjet hazırlayanda belə bir məqama toxunduq. Bütün ailə fərdlərinin bir yerə toplanması, nənə baba varsa nə gözəl. Çox gözəl bir ənənədir. Bunlar qorunması lazımdır. Qorunmalıdır, inkişaf etdirilməlidir. Bilirsiniz, dünya qloballaşır, dünya böyüyür və dünya böyüdükcə sanki kiçilir eyni Məncə zamanda. də çox doğru bir müqayisədir bu. Və bəli, biz bugün bütün dünyanı əlimizdəki bir parça, heç 15 santimetrdə deyil o telefonun eni uzunu, deyilmi? Onun ovcumuzun içinə sığdırırıq bu dəqiqə bütün dünyanı. Deməli, dünya həm böyüyüb, həm də kiçilib. Amma bu dünyanı qoruyan insanlardır, bizlərik. Və biz çalışmalıyıq ki, dünya daha sabit olsun, daha sülhpərvər olsun, barış içərisində yaşayaq. Bugün bizim ölkəmizin zaten dünyaya mesajları bundan ibarətdir. Biz sülhü sadəcə ölkəmiz üçün Novruz Gəncəli niyə deyib bu mahnıda deyib, sülhə gəlin ey insanlar, yoxsa dünya məhv olar. Görün, neçə illər başqa yolumuz yoxdur. Əlbəttə ki, və bizim bütün dünyadan istədiyimiz də budur. Biz bugün sadəcə ölkəmiz üçün yox, bölgəmiz üçün yox, dünya üçün sülh istəyirik. Və başımızı sağa sola çevirəndə bizdən cəmi 500 kilometr, 1000 kilometr o biri tərəfdə baş verənlər, istər şərqdə, istər qərbdə, istər cənubda, istər şimalda, bunlar əlbəttə ki, bizim ürək ağrımızdır. Və biz istəyirik ki, gələcəyə tam bir dünya olaraq gedək. Və bugün Azərbaycanın da ən böyük şüarı, ən böyük hədəfi də bundan ibarətdir. Sülhü həm özümüzə, öz xalqımıza, öz ölkəmizə, öz dövlətimizə istəyirik, həm də bir addım ötəyə keçib, bu istədiyimiz sülhü həm də bölgəyə və bütün dünyaya şamil etmək istəyirik. Azərbaycan dövlətinin ana amacı bundan ibarətdir. Və təbii ki, həmin sülh bizim ailələrimizə də aiddir. Ailələrdən başlayan sülhü biz bütün dünyaya, belə deyim ki, göndərmək istəyirik. Təşəkkür edirik Jale xanım. O qədər ətraflı, sistemli və bir Azərbaycanlı xanımının arzuladığı bir canı dildən gələn arzular idi ki, biz sadəcə bütün bunların fövqündə sizə də can sağlığı arzulamaq istəyirik. Çünki yeni ildə bilirik ki, qarşıda gələn ildə də hədəflər böyükdür və nə qədər qloballaşan dünyada özümüzü təsdiq etmişiksə, onu qoruyub saxlamaq bir məsuliyyət tələb edir. Və düşünürük ki, bu işdə hər kəsin işi avand olsun, o cümlədən sizin. İnşallah 2026-cı il hər birimizə, ölkəmizə, xalqımıza, dövlətimizə və əlbəttə ki, başda dövlət başçımız olmaqla uğurlu gəlsin. Bilirik ki, uğurlarımız davam edəcək, hədəflərimiz böyükdür. Biz əldə etdiklərimizi 2026-cı və daha sonraki illərə də əlbəttə ki, şamil edərək irəliyə doğru addımlayacağıq. Bizi irəlidə Zəngəzurumuz gözləyir. Bizi irəlidə böyük tarixi torpaqlarımız gözləyir. Biz o torpaqlara mənən qayıdacağıq. Mədəni şəkildə qayıdacağıq, hərbsiz qayıdacağıq və həmin torpaqlarda da biz olmuşuq, biz varıq, biz olacağıq, bunu deyəcəyik və bunu deməyə bizim qüdrətimiz də var, ordumuz da var, xalqımız da, prezidentimiz də var. Bu üç tandemin birləşməsi ilə Azərbaycanın uğurları əminəm ki, bundan sonra daha da çox olacaq. Onsuz da biz bölgədə, eləcə də dünyada sülhün bərqərarçısı kimi artıq belə bir təşəbbüskarlıq bundan sonra daha da çox olacaq. Onsuz da biz bölgədə, eləcə də dünyada sülhün bərqərarçısı kimi
artıq belə bir Təşəbbüskarı, təminatçısı, olmuşuq. Elə dediyiniz o 8 avqustda Amerikada imzalanan, Vaşinqtonda imzalanan elə sülh müqaviləsi də buna bir növ bariz nümunədir və digər bizim uğurlarımız. Sizə təşəkkür edirik. Çox sağ olun deyirik ki, bax bu səhər gəldiniz. Biraz da tövsiyələrinizdən, biraz da həmkarımın söylediyi kimi öz belə müsbət yanaşmalarınızla mən düşünürəm ki 2026-ya bir gözəl də bir giriş edək. Çox təşəkkür edirəm. Düşünürəm ki, bunlar bizim reallıqlarımızdır və biz bunu söyləməliyik. Geniş ekrandan, geniş efirdən milyonlar məlumatlı olmalıdırlar bizim bütün uğurlarımız, bütün həqiqətlərimiz haqqında. Bir daha bayramlarımız mübarək olsun. Təşəkkür edirik. Milli Məclisin deputatı, Milli Məclisin Ailə Qadın Uşaq Komitəsinin sədr müavini Jalə xanım Əliyevadan bu fikirlər səsləndi. Dostlar, söhbətimizin sonunda yenə istəyirəm biz köklənək, fokuslanaq Jalə xanım yeni ilə. Çünki bütün dünyada bu fərqli şəkildə qeyd olunur. O cümlədən Azərbaycanda söylədiyim kimi 2 qat bayram qeyd olunur. Əziz tamaşaçılar, bu yaxınlarda belə bir yazı çıxdı qarşıma. İngiltərə kralı Charles belə bir tövsiyə elədi ki, bu bayram öncəsi biraz sosial şəbəkədən uzaq duraq. O tövsiyə elədi ki, öz ailə fərdlərimizə sarılaq, böyüklərimizi gedək, görək. Məncə çox doğru bir tövsiyədir, doğru bir fikirdir. Məncə söhbətimizin sonunda bunu xatırlatmağım məncə lap yerinə düşər. Çox gözəl. O ki, qaldı yeni il qabağı dünya ölkələrində, nə bilim, istənilən coğrafiyada, bəli, əlbəttə. Keçirilmək. Hətta yeni ilin o özəyi olan Laplandiya var da, Şaxta babanın vətəni kimi. Çünki insanlar hələ də, Jalə xanım, məktub yazır Şaxta babaya. O arzuları gerçəkləşdirmək üçün. Bəlkə də bu bir sadəcə bir vərəqə köçürmək üçün arzularını gerçəkləşməsə də belə, sadəcə kainata da köçürmək üçündür. Əlbəttə, arzudan arzu olur. Bəlkə də həyata keçər düşüncəsi ilə göndərilən Əziz xanımlar, baxaq mı? Növbəti görüntülərimiz Laplandiyadan gələcək.